Sabiq deputat Etibar Əliyev Elm və Təhsil Nazirliyinin Ramiz Mehdiyevlə bağlı maliyyə əlaqələri barədə iddialar səsləndirib. Onun sözlərinə görə, nazirlik hər il Savad MMC-yə 1 milyon manatdan çox vəsait ayırır. Bu şirkətin rəhbəri Məhəmməd Vəliyev isə Ramiz Mehdiyevin yaxın çevrəsinə daxildir. Əliyev bildirib ki, Vəliyeva Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu Şərq-Qərb nəşriyyatına da iri məbləğdə vəsaitlərin ayrılmasına vasitəçilik edir. Nazirlik 2022-2023-cü illərdə Şərq-Qərb Açıq Səhmdar Cəmiyyətinə 36 milyon manatdan çox, 2024-cü ildə isə 2,5 milyon manatlıq tender müqaviləsi bağlayıb. Təhsil eksperti Elşən Qafarov isə qeyd edib ki, təhsil sistemində idarəetmədə qeyri-şəffaflıq və səmərəsiz xərcləmələr ciddi problemlər yaradır. Onun fikrincə, geniş audit aparılsa, böyük maliyyə pozuntuları aşkarlana bilər. Qafarov əlavə edib ki, Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən araşdırma aparılacağı halda dövlət vəsaitlərinin səmərəsiz istifadəsi faktları üzə çıxacaq. Rəna Rövşənqızı, BTV.